Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub. Paytaxtda keçirilən yarışın son günündə qalib və mükafatçıların adlarına aydınlıq gəlib. Çempionatın həlledici final qarşılaşmasında Ülviyə Fətəliyeva və Ayan Allahverdiyeva üz-üzə gəliblər. Olduqca gərgin keçən mübarizənin taleyi tay-breykdə həll olunub. Əlavə partiyalarda rəqibini üstələyən Ülviyə Fətəliyeva karyerasında ilk dəfə Azərbaycan çempionu tituluna yiyələnib. Qeyd edək ki, Ülviyə Fətəliyeva 3 avqust 1996-cı ildə Gəncə şəhərində doğulub və Gəncə Şahmat məktəbinin yetirməsidir. Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatında parlaq qələbə qazanan Ülviyə Fətəliyevanı ürəkdən təbrik edirik. Gərgin və yüksək səviyyəli mübarizə şəraitində əldə olunan bu möhtəşəm zəfər onun peşəkarlığının, soyuqqanlılığının və güclü iradəsinin bariz nümunəsidir. Bu uğur təkcə şəxsi nailiyyət deyil, həm də Azərbaycan şahmatının növbəti qürur səhifəsidir. Ülviyə xanıma gələcək turnirlərdə yeni qələbələr, möhkəm sağlamlıq və daha böyük zirvələr arzulayırıq.